Tərtərin Cəbhəyanı ərazisində yerləşən Həsənqaya kəndində bərpa işlərinə başlanılıb. Kənddə yeni iş yerlərinin açılması və yeniyetmələrin keyfiyyətli təhsil almaları üçün layihələrin həyata keçirilməsi planlaşdırılıb. Həsənqaya kəndi Tərtərin təmas xəttinə ən yaxın ərazilərdən biridir. Kənd işğal altında olanda ermənilər tərəfindən tamamilə dağıdılıb. Erməni işğalından azad edildikdən sonra isə kənddə 30-a yaxın ailə məskunlaşıb. Artıq Həsənqaya kəndində bir neçə əsaslı layihələrin həyata keçirilməsinə başlanılıb. Sakinlərin məskunlaşdığı evlərin bərpası üçün onlara tikinti materialları və avadanlıqlar paylanılıb. Həsənqaya kəndində hal-hazırda quruculuq, abadlıq işləri aparılır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməkliyi vasitəsilə biz burada məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə tikinti işlərinə start vermişik. Artıq 3 gündür ki, bu tikinti işləri başlayıb. Sentyabr ayının axırına dək 24 ailənin yaşadığı evlərin bərpası ilə məşğul olacaq. İlqar Qasımov onu da bildirdi ki, burada yaşayan ailələrin övladlarının müəyyən ixtisasa yiyələnmələri üçün 6 aylıq kursların keçirilməsi və onların işlə təmin olunması da nəzərdə tutulub. Bizim qarşımızda kənd ərazisində məskunlaşmış məcburi köçkünlərin 14-24 yaş arası qrupunda olan gənc oğlan və qızların müəyyən sənədlərə yiyələnməsini təşkil edəcək. Bu məcburi köçkünlərin sosial inkişaf xətti ilə baş verəcək ki, onlar hər hansı bir sənətə yiyələnsinlər. Həsənqayada yaşayan gənclər isə ixtisas kurslarına yazılmalarını səbirsizliklə gözləyirlər. Babamgil elə qasa-qasa olana 20 ildir yaşayıb, mənim də 17 yaşım var, heç bir şərait yoxdur məktəb oxumağa. Buradakı millət cəmaatın uşaqları məktəbsizdir, kör ocaq kimi. Nə şəraitimiz yoxdur, məktəb imkanımız da yoxdur. Elə qalmışıq, hamıya televizorda baxanda həsrət kimi aparırıq ki, tələbələrin zonsəngi oldu, bizdə yoxdur. Elə gözümüzü döydəyək ki, bizdə də bəlkə bir şərait olur, elə köməklik yox idi. İndi köməklik var deyən, biraz eşitmiş ki, köməklik var deyən, sevinirik ki, biz oxuyacaq. Biz də istəyirik ki, bütün uşaqlar kimi zada məktəblərə qəbul olunaq, oxuyaq, bir biliyimiz olsun. Sonra deməyək peşman olmayaq ki, biz savadsız olmuşuq, heç bir oxumağı da bilmirik. Xatırladaq ki, Həsənqaya kəndində işlər məcburi köçkünlərin sosial inkişaf fondu və Beynəlxalq Qızıl Xaç Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilir. Daşqın Güneyli, Ziya İsmailoğlu, Elmir Həsənov, LTV, Tərtər.